Deməli uşaqlar, bu günləri sizə eyni disli qoşu samitlərin tələffüzünü izah edeyim. Deməli, müxtəlif cinsli qoşu samitlər də var, bir də eyni disli qoşu samitlər. Deməli, eyni disli qoşu samitlər deyəndə iki eyni samitin yanaşı gəlməyi, müxtəlif cinsi olanda isə müxtəlif iki samitin yanaşı gəlməyidir. Eyni cinslilərdən baxın, cəmi 5 dənəsi tələffüzdə fərqlənir, digərləri olduğu kimi qalır. Hə, istisnalar varmı? Var. Amma adətən 5 samitimiz tələffüzdə fərqlənir. Bunlar deməli uşaqlar qıdır, kdır, pıdır, tıdır, bir də və y. Bu samitlərdir ki, fərqli tələffüz olunurlar. Deməli, qıya fikir verək. Qıda ilk samit dəyişir. İlk samit k olur. İkincisi olduğu kimi qalır. Çıda ikincisi. Digərlərində ikincisi dəyişir. C. Öz zingiltili qarşılığına çevrilir. Qıda isə ilk samit öz kar qarşılığına çevrilir. Yəni sizə sual verəndə buna diqqət eləyirsiniz. Zingiltili qarşılığına çevrilənmi istəyir, kar qarşılığına çevriləni mi istəyir? Bax bunlara diqqət eləməlisiniz. Çünki məsələn qını da, k-ni də verə bilər, amma sizdən soruşduğu hansı sözdə eyni disli qoşu samitlərdən ikincisi öz zingiltili qarşılığına çevrilir. Bax bunu. Yox, hansında öz kar qarşılığına çevrilir. Artıq qını götürəcəksiniz. Yəni orada xırdalığa diqqət eləyin, siz çaşdırmasın. Sonra p-da ikincisi yenə öz zingiltili qarşılığına çevrilir. T-da ikincisi öz qarşılığına t-dı. Məsələn, hət ta. Necə tələffüz eləyəcəm? Hət da kimi tələffüz eləyəcəm. Bax belə. Məsələn, tutaq ki, deyək, saqız yazaq. Tələffüzü necə deyəcəm? Saqız. Bax bu şəkildə tələffüz eləyəcəm. Hələ y-ni saxlayıram sona. Sizə bir şey deyim. Diqqət eləyin, hər zaman mı belədir? Bəzən bu sözün ortasındadır da. Amma iki sözün qovşağı deyilən bir şey var. İki sözü birləşdirib mürəkkəb söz əmələ gətiririk. Bax, onlar da qarışdırmayın uşaqlar. Məsələn, belə bir söz yazıram bura. Ayaq. Bax, ayaq sözü, bir də qabı. Siz götürsəz ayaq qabı kimi tələffüz eləyəcəksiniz. Baxacaqsınız ki, iki qı yanaşdı. Halbuki bu bilirsiniz hansı qaydadır. Bu sözün ortası deyil. Bu sözün qovşağıdır. Burada birinci söz qıb sözü ilə bitib. Özündən sonra samitlə başlayan söz gəlib. Bu zaman nə baş verəcək? Olacaq. Ayaq, qabı. Balıq, qulağı. 2 verin. Birinci söz q samiti ilə bitib. İkinci söz samitlə başlayıb. Biz bunu belə götürməliyik. Çünki iki sadə sözün birləşməsindən əmələ gələn sözdür. Bu zaman nə edirəm? X-ya sözün sonunda x-nın tələffüz qaydasını tətbiq edirəm. Yəni siz mürəkkəb sözü biri q ilə bitib, digəri də q ilə başlayıbsa, bunu sözün ortasında qoşa q samitinin tələffüzü kimi balıq qulağı demir. Deyin balıq qulağı bu şəkildə. Yəni belə xırdalıqlara diqqət edin. Qaldı ki, digər sözlərdə tələffüz. B, z, f, ş bunlarda olduğu kimi qalır. Məsələn, tutaq ki, deyək ki, məsələn, var. Çox adam necə tələffüz edir? Cap var. Olmaz. Olduğu kimi qalacaq. Nəyə görə? B dəyişən deyil. Aydındır. Bax, belə şeylər. S, f, v, fəvvarə olduğu kimi qalacaq tələffüzdə. Vaxtı uzatmaq istəmirəm ki, çox nümunələr yazaraq ki, videomuz qısa olsun. Siz sadəcə yadda 5 dənə. Baxın, t, p, ç, q və y samitləri dəyişir. 5 dənə dəyişir, digərləri olduğu kimi tələffüz olunur. Məsələn, çox uşaq təəssüflə.
Bu sığ-sığının birini salır. Olmaz uşaqlar. Onlar olduğu kimi qalır. Nəyə görə? Sığ-sığ dəyişən samit deyil. Hə, burada digər dəyişən məsələ varmı? Əynin biri düşür, lə deyə tələffüz olunur. Bu ayrı məsələ. Amma sığ-sığ olduğu kimi qalır. Gəldim y-nın məsələsinə. Y samitinin tələffüzündə konkret budur məsələmiz ki, qoşa y-lar, deməli, qoşa y-larda uşaqlar, qoşa y-lar. Əgər qoşa y-larda iki samitdən biri, deməli, daha doğrusu, bu qoşa y-lar əgər bizim iyyət, bir də iyyə. Bax, bu şəkilçilərin tərkibindədirsə, onda biz nə edirik? Biz yadda saxlayırıq ki, onlar sadəcə olaraq y-nın birini salırlar. Məsələn, tutaq ki, baxaq, maliyyə sözünü götürək. Məsələn, maliyyə. Baxın, mal və iyyə şəkilçisindən ibarətdir, alınma şəkilçidir. Bu zaman nə baş verir? Y-nın biri düşür. Tutaq ki, götürək dövriyyə. Məsələn, dövriyyə. Y-nın biri düşəcək. Niyə görə? Çünki şəkilçi formasındadır. Ədəbiyyat, mədəniyyət, mədəni sözünə iyyət artırırıq. Ona görə də y-nın biri düşəcək. Ədəbdən ədəbiyyat, y-nın biri düşəcək. Riyaziyyat sözü filan var ki, belə də fərqli biraz şəkilçidir deyil. Onlarda da düşür elə. Onlarda da y-nın biri düşür. Amma sözün özündədirsə, sözün kökündədirsə, qoşa y-lardan biri olduğu kimi qalırlar. Məsələn, götürək səyyah, səyyar. Artıq burada sözün öz köküdür axı, səy deyilən bir şey yoxdur axı, səy, bu ayrı bir şeydir. Səyyah, səyyar sözləri sadə sözlərdir axı. Artıq burada qoşa y-ların ikisi də olduğu kimi qalır. Yalnız iyyət, iyyət və iyyə şəkilçisində düşürlər. Onu əzbərləyək. İyyət, iyyə və iyyə. Bir də uşaqlar, bəzən qarışdırdığımız sözlər var. Əslində bir y ilə yazılır. Bəzi uşaqlar onları, yəni belə deyək, fikirlə düşünürlər ki, xeyr, bu iki y-nandır, tələffüzdə biri düşüb. Bunu çaşdırmaq üçün sual da düşə bilər. Bunu sizə ayrıca səhifəyə göndərərəm. Bax, bu sözləri ya da yazıdan da qeyd eləyə bilərsiniz. Məsələn, tövsiyə sözü var, tövsiyə. Tərbiyə sözü var, tərbiyə. Sonra mərsiyə var, mərsiyə. Ehtiyacdır, ehtiyatdır, bax bu sözlərdir. Sonra haşiyə sözü var, haşiyə məsələn. Bax belə sözlərdə tövsiyə, tərbiyə, mərsiyə, haşiyə, sonra hansı riayət sözüdür məsələn, riayət. Riayət. Qoyun bunu biraz yaxşıya çıxmadı. Riayət. Riayət. Bunlar nə yazılır? Bir y-la yazılırlar. Məsələn, sizə tələffüzünü verər ki, saniyə sözün. Deyər ki, yazılışda qoşa y-sı varmı? Xeyr, bir y-la yazılır. Bu sözləri də göndərirəm konspekt kimi. Onu da yəni göz yaddaşı ilə yadda saxlama çalışar. Təbii ki, bu qədər istisnaları əzbərləmək çətin işdir. Amma bir şəkildə göz yaddaşı ilə saxlamağa çalışarsınız yadınızda. Eynicisi qoşa samitlərin tələffüz qaydaları bunlar.